Bugünkü yemeğim de bu formada oldu. Göyertili yumurta hazırladım. Bundan bir dilim yiyeceğim ve birazca da hamadan yiyeceğim. Ve burada da 2 yumurta var ve göyertiyle birlikte. Ve kızlar, gördüğünüz kimi de belə suyum var. Bunu artıq bitirmişəm. Gündəlik demək olar ki, ən azı 2 butulka su içirəm. Burada da biz artıq çıxdıq biraz gəzməyə. Yoldaşım da evdəydi. Bayramla əlaqədar olaraq və biz çıxdıq ki, biraz həm gəzək, həm hava alaq. Keçən dəfə sizə dediyim bir yer var idi, hansı ki adı Diyasdır. Belə şirniyyat yeri də var orada. Dadlı şirniyyatları var və bura gəldi. Alina ilə ilk dəfə idi ki, belə bir yerdə otururduq. Bu günə qədər özümüz yoldaşımla gəlsəydi, Alina ilə birlikdə gəlməmişdik. Burada bir neçə saat vaxt keçirdikdən sonra artıq Alina acmışdı və buna görə də evə qayıdırıq. Evə qayıtdıq və Alinanı yedirdim. Bezini dəyişdikdən sonra qaynanamın yanında qaldı və biz yoldaşımla yenidən çıxdıq və Metroparka getdik və Metroparkda da Minisu mağazası var. Ora gəldik. Alina üçün sizə göstərdiyim oyuncağı aldıq. Bir neçə özüm üçün həm kofta aldım, həm də biraz mağazaları gəzdik. Qızlar, demək olar ki, bu günümü, hər şeyini sizə çəkmişəm. Və alışveriş elədik, market alışverişi. Yolun kənarında meyvə satırlar, tərəvəz satırlar. Oradan da belə tərəvəzlər aldıq və belə göyərti aldıq. Göyərti 10 qəpiyə idi. Bizdə Metropark tərəfdədir bu yer və 10 qəpiyədir burada göyərti və bir kofta almışam. Bunu da sizə ayrıca göstərəcəm. Alina üçün də oyuncaq var burada. Onu da sizə birazdan göstərəcəm. Yəni indi alışverişimi yerləşdirim və indi dadlı bir atışdırmalıq hazırlayacağım və sizin üçün də bunu çəkəcəm. Gördüyünüz kimi nə qədər göyərti almışıq. Bunu vlogda da sizə qeyd etdiyim kimi 10 qəpiyə almışdıq. Mən bəzən bu göyərtili yeməkləri ümumiyyətlə hazırlamağı da çox sevirəm. Həm də qəlyanaltı da hazırlamaq göyərti ilə çox dadlı olur. Belə göyərtilərimi təmizləyərkən elə istədim sizinlə bir məsələ haqqında danışım. Çünki mənə suallar gəlir bəzən bu haqda. İstədim ki, sizə də ətraflı şəkildə məlumat verim. Çünki ola bilər ki, məni təkcə izləyənlər evli xanımlar deyil, ola bilər tələbələr, şagirdlər də belə vloqları izləməyi sevirlər və istəyirəm ki, onlara mən düzgün məlumat verim. Mən 2019-cu ildə universiteti bitirmişəm. Əgər biraz əvvəl də getsək, 2015-ci ildə universitetə daxil olmuşdum. 464 bal toplamışdım 3-cü qrupdan. Psixologiya ixtisası həm 3-cü qrupda, həm də 4-cü qrupda var. Ümumiyyətlə, məktəbdə dərslərimi necə oxumuşam, bu haqda da sizə deyim. Bəlkə sizə maraqlıdır. Dərslərimi belə orta səviyyədə oxumuşam. Yəni ki, o super şəkildə oxuyan, bütün dərsləri oxuyan uşaqlardan olmamışam. Sadəcə məktəb vaxtı düzdür 8-ci sinifə qədər oxumuşam bütün fənləri, amma 8-ci sinifdən sonra isə daha çox özümə lazım olan hansı qrupa gedəcəm, o fənlərə daha çox üstünlük vermişəm. Amma bəzi fənlər var idi ki, məsələn fizika, kimya və başqa fənlər, onları da davamlı şəkildə olmasa da, yəni müəllimin gözündə pis olmamaq üçün, çünki həmin fənni də bizə tədris edən müəllimlər var və hər dəfə bəzi müəllimlər başa düşür insanı, bəziləri başa düşmür və bu zaman çalışırdım ki, heç olmasa vaxt-vaxt bir dərs danışım, hər hansı bir sorğu-sualda iştirak edim ki, müəllim də boşuna dərs keçdiyini, yəni fikirləşməsin. Düzdür, elə müəllimlər var ki, insanı başa düşürlər ki, bu həmin ixtisasa getməyəcək, buna görə də bu fənni bu qədər oxumur, amma bəzi müəllimlər təbii ki, bunu başa düşmürlər. Təbii ki, həmin fənni oxumurdumsa, bu o demək deyil ki, həmin fəndə başqa dərs oxuyurdum filan. Yəni bu demək deyil. Həmin fəndə müəllimə qulaq asırdım. Yəni nizamlı bir şagird olmuşam demək olar ki. Yəni o qədər də belə çox
dərsdə dəcəllik eləyən ya da dərsi pozan biri olmamışam. Bundan əlavə də həmin dərsə də çalışırdım ki, hörmətlə yanaşım, əgər həmin fənni oxumasam da. Nəysə, bundan sonra 2015-ci ildə mən universitetə qəbul oldum. Pedaqoji universitetə Bakıda təhsil almışam və 2019-cu ildə də bu universiteti bitirdim. Bitirdikdən sonra məktəbdə işə düzəldim. Bir neçə ay mən mərkəzlərdən birində işləmişəm. Azərbaycanda məşhur mərkəzlərdən biridir. Ondan sonra məktəbə qəbul oldum və düzdür, onda imtahan verməmişdim. Sadəcə vakansiya var idi məktəbdə. Düzün desəm, məncə məktəbdə işləməkdənsə sizə məsləhət görərdim ki, hər hansı bir mərkəzdə daha çox pul qazana biləcəyiniz yerlərə üstünlük verin. Hər hansı bir qurumlara, amma yəni elə bir iş tapa bilmirsinizsə, məktəbdə də işləyə bilərsiniz uşaqlarla. Yəni sizin seçiminizdən asılıdır. Bundan sonra da mən öz rayonumuzda işlədim 3 il. Bundan sonra da evliliklə bağlı olaraq, çünki ailə həyatı qurdum və yer dəyişmə etmək mümkün olmadı. Buna görə də Bakıya gəldim və mən gəldiyim ərəfədə toyumuzdan bir həftə sonra, yəni heç oxumamışdım, hazırlaşmamışdım, imtahan verdim. Hansı ki müəllimlər imtahan verirlər, MİQ-ə hazırlaşırlar. Bizdə də psixoloqların işə qəbul imtahanı var. O imtahanda iştirak etdim, imtahanı keçdim. Bundan sonra da müsahibə mərhələsi oldu və heç hazırlaşmadığım halda müsahibə mərhələsindən də keçdim. Bununla bağlı onu deyim ki, siz indi fikirləşə bilərsiniz ki, hazırlaşmamısan, necə keçmisən? Ümumiyyətlə, mən 3 il ərzində işləmişəm həmin sahədə və nəzəri bilikdən əlavə müsahibədə sizə ən çox praktiki sahədə kömək eləyir. Yəni, bunu da nəzərinizdə saxlayın. Bundan sonra da Bakıda məktəblərdən birində Xətai rayonunda indiyə qədər işləyirəm. Hal-hazırda da analıq məzuniyyətindəyəm. Keçən dəfə belə bir sual gəlmişdi ki, mən müəllim işləyirəm, yəni ixtisasımı dəyişib psixoloq ola bilərəmmi? Nə məsləhət görürsünüz? Yəni bu tipdə bir sual idi. Mən düzün desəm, hal-hazırda bizdə maaş cəhətdən bəzi çətinliklər var. Yəni buna görə də çox pis olmasa da maaşı, amma yetərincə deyil. Bəlkə sizin gözləntiniz daha çoxdur. Buna görə də sizə məsləhətim, əgər sizin üçün maaş çox önəmlidirsə, yəni ki, siz bu sahəyə sevgidən daha çox maaşa görə ya da başqa bir şeyə görə baxırsınızsa, yəni sizin fikirləşdiyiniz kimi olmayacaq. Amma yox, psixologiya ixtisasını sevirsinizsə, uşaqlarla işləməyi sevirsinizsə, təbii ki, niyə də olmasın? Siz məktəbdə işləyərək uşaq hazırlaşdıra bilərsiniz, yəni psixoloq kimi məşğul ola bilərsiniz. Yəni bu sizin seçiminizdən asılıdır. Amma sadəcə məktəbdə psixoloq işləyərək yaxşı bir şeylər etmək istəyirsinizsə, bu sahədə hələ ki mən çox da uğurlu olan bir yəni insanlar tanımıram. Hamı vaxtı gəldiyi zaman öz yönlərini dəyişiblər. Yəni bəziləri məktəbdən çıxıb başqa bir sahəyə yönəlib, yəni başqa bir sahədə psixoloq olmağı seçiblər ya da başqa cür, yəni sahələrə yönləniblər. Düzünü desəm, mən burada çətinlikləri saymaq istəmirəm, amma sizə məsləhətim, yaxşı araşdırın. Burada da gördüyünüz kimi biz artıq göyərtiləri doğradıq, sonuna çatırıq. Və burada mənə yoldaşım da kömək elədi. Çünki hamımız acmışdıq və düzünü desəm başqa yemək hazırlamadıq. Elə lavaşın arasında göyərti hazırladım və ayran, içinə də xiyar doğradıq. Bu formada ayran formasında düzəldib yedik. İş barəsində ancaq bunları deyə bilərəm. Bilmirəm başqa sizə nə deyə bilərəm. Sizin suallarınız olsa mənə bu sualları çəkinmədən yaza bilərsiniz. Mən çalışacağam ki, cavablandırım. Yəni məsləhət görəcəyim bir sahədimi təbii ki, məsləhət görərəm. İşimi sevirəm. Mən ümumiyyətlə məktəbdə işlədiyim zaman da o ki, həmin şagirdlərdən, valideynlərdən siz gözəl geri dönüşlər alırsınız. İnanın ki, o bir çox şeyə dəyər. Amma sadəcə maaş mövzusunda əgər gözləntiniz yüksəkdirsə, yəni mən sizə o qədər də məsləhət görmürəm. Təbii ki, belə bu psixoloq işləyərək də pul qazanmaq olar. Bunu necə edə bilərsiniz? Yəni əlavə uşaqla məşğul olaraq, yəni pasiyent qəbul edərək və ya hər hansı bir mərkəzin daxilində sizə hansı formada sərf edirsə, o formada da çalışa bilərsiniz. Yəni yaxşı sahədir, sadəcə bizdə hələ ki o qədər də çox yüksək səviyyədə inkişaf eləməyib. Bəzən məktəblərdə belə bir söhbətlər olur ki, hər hansı bir uşaqla danışdığın zaman valideyn tərəfindən mənim uşağım dəlidir, mənim uşağım niyə psixoloqa getməlidir kimi suallar hələ də
Yəni kifayət qədər alırıq. Buna görə də siz də seçiminizi yaxşıca araşdırın. Təkcə məndən yox, digər insanlardan da və bundan sonra seçiminizi də rahatlıqla edə bilərsiniz. Bundan əlavə mən rayonda işlədiyim zaman həm də uşaq hazırlaşdırırdım. Çünki şagirdlər bəzən də ən çox ibtidai sinif şagirdləri dərslərini öyrənməkdə çətinlik çəkirlər və mən tək psixoloq kimi yox, həm də ibtidai sinif şagirdlərinə də dərslərində kömək edirdim və təbii ki, bu işi evdə edirdim. Çünki məktəbdə elə bir şərait yox idi. Yəni pul qazanmaq istəyirsinizsə bu formada da düzdür. Çox yorucu olur. İşdən sonra gəlib yenə də işləmək, amma bu formada da etmək mümkündür. Mən həm o ibtidai sinif uşaqları ilə təkcə dərslərində deyil, həm də psixoloji cəhətdən də məşğul olmuş olurdum. Çünki mənim üçün onlara dərs izah eləmək, nə isə öyrətmək daha rahat olurdu. Çünki psixologiyalarını bilirdim. Qızlar, bugünkü səhər yeməyim də bu formada oldu. Yulaflı suda bişirdim və üzərinə 1 çay qaşığı bal və gördüyünüz meyvələrdən də biraz əlavə elədim. Siz bu meyvələr yerinə alma da əlavə eləyə bilərsiniz. Yəni bu formada oldu. Alina ilə gəldik, oturduq parkda. Biraz burada hava alaq. Alina da mənə baxıb gülür. Ən sevdiyi oyuncaqlarından bunu elə hər dəfə götürür, ağzına salır. Bəzən də xoşu gəlmir, atır əlinə. Bizim ən çox gəldiyimiz park Nərimanov parkıdır. Tez-tez gəlirik bura. Düzdür, həftə içi o qədər də çox çıxa bilmirik, amma çalışırıq ki, heç olmasa həftə sonları gələk və burada ikimiz də belə hava alırıq. Qızlar, burada da axşam gəldik mərkəzə. Burada yürüyüşümüzü elədik, biraz gəzdik. Bugün mənim üçün biraz tempolu keçib və burada gəldik, biraz yorğunluğumuzu çıxardıq və yolda da belə oturmuşuq kənarda. Biraz burada dincəldikdən sonra da qayıdırıq evə. Qızlar, hamama girməzdən əvvəl bunu aparacağım ki, hamama qoyum. İndiyə qədər istifadə etməmişəm, hər dəfə yadımdan çıxırdı. Amma fikirləşirəm ki, elə indidən aparım qoyum, sonra da yadımdan çıxmasın. Çox sərtdir, heç bilmirəm necə olacaq. Qiyməti də yəni çox ucuz deyildi. Baxaq görək necə olur. İşlətdikdən sonra fikirlərimi sizinlə bölüşəcəm. Amma fikirləşirəm ki, bu hissəsi suya dəydikdən sonra yumşalacaq. Onu apardım, qoydum və indi keçirəm. Belə 2 məhsul almışdım. Bugünə qədər sınamamışam və sizin üçün qısa video şəklində sınayıb sizinlə də paylaşacağım. Bunlar çox mənə maraqlı gəlir ki, dadı necədir. Yəqin ki, çiyələk aromalıdır. Yəqin ki, şirin olacaq. Bununsa içindən nə çıxacaq heç bilmirəm. İstədiyim çəkim elə sizinlə də paylaşım. Üstündə də göründüyü kimi 1 manata almışdım bunu. Bunu isə 1 manat 95 qəpiyə aldıq bu boydasını. Qızlar, hazır hamama gedirəm və bunu da özümlə aparacağım. Çünki üzümü bununla peeling edəcəm. Mən fikirləşirəm ki, bunu necə olub ki, hələ də mən sizə deməmişəm. Keçən videoda dedim və bu super bir məhsuldur. Bunu mən Buse mağazasından almışdım 7 manata. İndi qiymətini bilmirəm, amma bu yaxınlarda sizin üçün ora gedəcəm və sizə maraqlı ola biləcəyi şeyləri çalışacağım ki, çəkim. Almalı olduğum bəzi məhsullar var. Ya oradan alacağım, ya da Trendyoldan sifariş verəcəm. Və hamamdan çıxdıqdan sonra təbii ki, saçımı bu yağla açacağım. Çünki bu yağdan çəkəcəm saçıma. Çünki mənim saçım çox dolaşır bu aralar və daramaq çətinləşib. Amma bunun sayəsində saçımı rahatlıqla daraya bilirəm. Qızlar, məndə belə bir set var. Bunun içində dırnaq baxım məhsullarım var. Yəni çox maraqlıdır. Həm qutusunda saxlayıram. Bu mənim xonçamda idi. Yəni hələ də saxlamışam bunu. Həm çox keyfiyyətlidir, həm də içindəkilər də yəni pis deyil. Bu formadadır. Mən buradan ən çox qayçını istifadə etmişəm. Bundan başqa bunu və
Bunları da bəzən lazım olduqca istifadə edirəm, amma ən çox istifadə etdiyim təbii ki qayçıdır. Çox yaxşıdır, yəni bu formada insana lazım ola biləcək hər şey var. Hətta buna kimi var. Düzdür, mən çox istifadə etmirəm, hələ ki lazım olmayıb. Çünki mən dırnağımın kənarındakı bu ətləri kəsmirəm, düzünü desəm. Yəni bilmirəm, əslində elə çox yaxşı görünür. Bunu da bu formada edib elə rahatlıqla istifadə edə bilərsiniz. Yəni yaxşıdır, kəsir, amma yenə dediyim kimi bu günə qədər istifadə etməmişəm. Və qızlar, bura baxın nə gündədir. Bunu elə sizinlə birlikdə yerləşdirmişdik. Ondan sonra heç yalan deməyəcəm, yəni yığışdırmamışam buranı. Və vaxt dedi bir gün buranı sizinlə birlikdə yenidən düzənləmək lazımdır. Çünki çox qarışıqdır və düzdür, o qədər də çox toz filan deyil. Amma yenə də yığışdırmaq lazımdır. Çünki mən bəzən əlimə nə keçdisə elə atıram bunun içinə və bu formada da dağınıq bir görüntü alınıb. Bunları sizinlə birlikdə Trendyoldan sifariş vermişdim. Və gəldikdən sonra da bunları sizinlə bölüşmüşdüm. Əslində mən bunu şəffaf rəngli gözləyirdim, amma belə plastik formada gəldi. Düzü görüntüsü, yəni pis olmasa da mənim istədiyim tam bu görüntü değildi, amma yenə də pis deyil. Buradakı əşyalar dağınıq görünməkdənsə bu formada hər şey öz yerində olması daha yaxşıdır. Yəni burada da bəzi məhsullar var. Bunlar məsələn az istifadə etdiyim şeylərdir. Baxın, bunu mən Aliviyadan almışdım. Çox yaxşıdır. Əgər qaş sabunundan, qaş gelindən istifadə edirsinizsə, çox yaxşıdır. Bu əlinin altında olanda rahat olur. Bunun içində 10 dənə idi. Artıq mən bir neçəsini istifadə etmişəm. Və bundan başqa da belə bir şey var burada. Düzünü desəm heç istifadə etməmişəm bunu. Heç bilmirəm ki, nə vaxt istifadə edəcəm. 3 ildir məndədir, yəni istifadə olunmuyor. Baxın, belə heç burasını da açmamışam. Evline'ındır bu formada. Bundan başqa da qızlar, burada krem var. Mən bunu yadınıza gəlirsə Trendyoldan sifariş vermişdim. Sinozun bu kremidir, məşhur kremidir. Amma nə yalan deyim, istifadə etməmişəm. Çünki Alina bu aralarda nə görsə ağzına aparır. Və mənim üzümü də bəzən ona dəyir. Yəni ki, üzümə yaxın tuturam. Alinanı öpdüyüm zaman istəmirəm ki, bu krem ona da dəysin. Düzdür, gündəlik günəş kremindən falan istifadə edirəm. Amma bu kremi istifadə etmirəm bu aralar. Yəni səbəbi də budur. Əslində ərinirəm bunu, yəni istifadə etməyə, amma pis krem deyil. Sadəcə hal-hazırda havalar istidir. Sadəcə günəş kremindən istifadə edirəm. Yəni bu da burada qalıb elə. Tam dolu formadadır. Və qızlar, sizə bir şey danışım. Bunu gördüm və yadıma düşdü. Mən bir ara Faberlicə qoşulmuşdum. Düzdür, indi hal-hazırda orada məhsul vurmuram. Sadəcə qeydiyyatım var orada. Amma vurmamamın səbəbi də hələ ki orada nəyəsə ehtiyacım yoxdur. Budur yəni. Amma əvvəllər qoşulmuşdum mən maaş üçün. Orada nəsə maaşa qalxmaq filan. Sonradan gördüm ki, bu iş mənlik deyil. El insanlar var ki, satışı çox güclüdür. Ətrafında olan insanlara ona reklam edib hər hansı bir məhsulu sata bilirlər. Amma heç məndə elə bir şey yoxdur. Bir neçə məhsul aldım və satdım ətrafımdakılara. Ondan sonra həvəsdən düşdüm. Yeganə işdir ki, bu YouTube işi, vlog paylaşmaq. Mən bu qədər uzun müddətdir ki, bunu davam etdirirəm. Yəni bugünə qədər o qədər çox şey sınamışam, hamısı yarıda qalıb, hamısında həvəsdən düşmüşəm. Amma bir dəvətnamə işi, hal-hazırda o dəvətnamə işim demək olar ki dayanıb. Düzdür, sifarişlər gəlir, amma qəbul etmirəm. O da Alinaya görə, çünki çatdıra bilmirəm. Ora getsəm YouTube qalacaq, YouTube'a keçirəm, dəvətnamə işi qalır buna görə. Amma bu günlərdə fikirləşirəm ki, elə o dəvətnamə işimi də əvvəlki kimi aktivləşdirim və sifarişlərimi artıq götürüm. Və bunu da Faberlicdən mən sifariş vurmuşdum özüm üçün.
Belə pis deyil. Bu aralar istifadə etməmişəm. Düzü bunun istifadə etməməyimin səbəbi belə bir qələm yonanım yox idi. Ona görə də bunu istifadə etməmişdim. Amma artıq aldığıma görə var və bunu da yəqin ki istifadəyə qoyacağam. Qızlar, bir də sizdən bunu soruşum. Bunu mən hamiləlik vaxtı almışdım, amma heç istifadə etmədim. Bu mazı bilmirəm, aranızda bəlkə də bəziləriniz bilir. Burun ətrafına çəkirsiniz və bu sizi qripdən, xəstələnməkdən qoruyur. Düzü mən sınamadım, çünki fikirləşdim ki, bəlkə uşağa ziyanı olar, nəsə bir ziyanı, əks təsiri olar. Amma bunu uşaqlarda da, yəni istifadə edirlər uşaqlara da. Sizin nəsə məlumatınız varsa yazarsınız. Çünki bəzən siz elə şeylər yazırsınız ki, onları həqiqətən də mən heç ağlıma gəlməyib. Yəni siz bu mazdan istifadə etmişsinizmi? Ya uşaqlarda neçə yaşından istifadə etmək olar? Öz təcrübənizə əsasən mənə yazsanız sevinərəm. Və qızlar, daha bu qədər gəlmişik. Burada laklarım da var, mənim aparatım var. Bilmirəm, bilirsinizsə. Sadəcə dırnaqlarımı hərəkət etmirəm. Hamiləlik müddətində ümumiyyətlə etmədim, uşağa ziyanı olar deyə. Yəni burada var, baza, gel, hər şeyim var. Sadəcə etmirəm. Yəni həvəsim yoxdur bu aralar. Sizə gəlmişdən bunu da göstəreyim. Bu qutuda mənim yoldaşıma iş yoldaşı konfet vermişdi və mən də bunu baxın görən nə kimi istifadə edirəm. Qəpiklərimi bura yığıram. Bir ara mən 50 qəpiklər yığırdım və 30 manatdan çox bəlkə pul yığmışdım. 50 manat civarında. Və getdiyim şəhərdə bu kiçik mağazalarda onu manat alına çevirdim və səhv etmirəmsə 40 neçə manat pulum var idi. Yəni 50 qəpiklərlə yığdığım. Belə indi də bu formada buna yığıram bəzən qəpiklərimi filan. Nəyəsə görə yığmıram düzün desəm, amma bəzən burada makyaj masasının üstündə qəpiklər filan olur. Atıram bunun içinə, elə ata-ata bu qədər yığılıb. Təxmini 10 manat var burada. Çünki altında ancaq 50 qəpiklərdir. Bundan başqa qızlar, pul mövzusunda mən çalışıram ki, hər zaman ehtiyatım olsun. Yəqin ki, siz də belə edirsiniz. Elə yorumlarda yazarsınız ki, sizin ehtiyatınız olurmu, yoxsa siz pul yığmağa heç bacarmırsınız. Düzdür, elə də bir güclü pul yığa bilmirəm. Çünki həm yığdığım qədər də xərcləyirəm də. Bəzən elə xərclər eləyirəm ki, yəni sonradan peşman oluram. Amma elə həyatı belə axışına buraxaraq, özümü çox sıxmadan həm ehtiyatımı görürəm, həm də xərclərimi də eləyirəm. Düzün desəm, makyaj məhsullarına, baxım məhsullarına aşırı dərəcədə pul verməyi xoşlamıram. Yəni bunu, məsələn, elə insanlar var ki, zapaza yığır. Sadəcə mən bir dənə alıram və bitdikdən sonra alıram. Yəni gedib bütün pulumu bunun üstünə qoymuram ya da makyaj məhsullarına. Hər şeydən bir dənə alıram və bitdiyi zaman alıram. Yəni bu formada. Bəs sizdə necədir? Yazsanız yorumlarda sevinərəm. Və qızlar, bunun da videosunu çəkdim. Dadı yaxşıdır, çox şirindir. Yəni pis deyil. Mənim yəni xoşuma gəldi. Hər dəfə alıb yemək olarmı? Yox. Sadəcə bəzən alıb yemək olar, çayla içmək olar. İndi də mən gedirəm bunu çayla içməyə. Qızlar, sizsiz heç nə edə bilmirəm. Elə bunu öz paketimdə qoymuşam ki, sizə göstərəcəm. Bayaq yerləşdirmək istəyirdim. Sadəcə sizin üçün çəkməmişdim deyə yerləşdirmədim. Özümə bir kofta almışdım 15 manata. LC2-dən. İndi sizə onu göstərim. Baxın qızlar, bu formada sadə bir koftadır. Belə qiymətini də sizə göstərim. 14.99-a. İndirimdə deyildi, sadəcə öz qiyməti idi.